Salam hörmətli izləyicilər, siz Azi Xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Cənubi Afrika Respublikasının Ali Təhsil və Təlim Nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub. Nazir müavini, eləcə də müxtəlif istiqamətlər üzrə texniki və beynəlxalq əlaqələr üzrə mütəxəssislərlə universitet rəhbərliyinin iştirak etdiyi görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə potensial ortaq layihələrin yaradılması və geniş tətbiq mexanizmləri nəzərdən keçirilib. Rəsmi görüşdən sonra nümayəndə heyəti universitetin nəzdində fəaliyyət göstərən UFAZ-ın mühəndislik, üzvi kimya, fizika, ümumi və analitik kimya laboratoriyaları ilə tanış olublar və universitetin elmi tədqiqat infrastrukturu barədə ətraflı məlumat alıblar. Qeyd edək ki, səfərin məqsədi ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək, həmçinin universitetdə elm və innovasiya istiqamətində həyata keçirilən layihələrlə tanışlıq olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində Həyatını narkotiklərə qurban vermə adlı kitab sərgisi təşkil olunub. Sərgidə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının qanunu, eləcə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarından, bu bəlanın insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən kitablar, jurnallar yer alıb. Sərgi noyabr ayının sonunadək davam edəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr tələbələrinin iqtisadiyyata giriş fənni üzrə bir dərsi Deloitte Azərbaycan şirkətində keçirilib. Təcrübə zamanı tələbələr beynəlxalq şirkətin real iş mühiti ilə yaxından tanış olub. Nəzəri biliklərin praktiki bacarıqlarla inteqrasiyasının gələcək karyera inkişafında necə mühüm rol oynadığını müşahidə ediblər. Tələbələrə şirkətdəki iş mühiti, korporativ dəyərlər, komanda mədəniyyəti, eləcə də marketinq sahəsində mövcud trendlər, rəqəmsallaşma prosesləri, qərar vermə mexanizmləri və gələcəyin marketinq mütəxəssisləri üçün tələb olunan əsas kompetensiyalar barədə ətraflı məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən rektor Rüfət Əzizov bildirib ki, mərkəzin əsas məqsədi tələbələrin, müəllimlərin və gənc mütəxəssislərin yeni ideyalar üzərində birgə işləməsinə, yaratmasına və inkişaf etməsinə şərait yaratmaqdır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin güclü araşdırma potensialının, riyaziyyat və mühəndislik məktəbi kimi zəngin bazasının olduğunu vurğulayaraq, belə bir mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini diqqətə çatdırıb. Mərkəzdə demək olar ki, bir innovativ məhsulun hazırlanması üçün bütün imkanlar tələbələr üçün yaradılmışdır. İlk növbədə biz burada əsas fərqlilik ondan ibarətdir ki, birinci hissədə tələbələr öz dizaynlarını edirlər, öz məhsullarını dizaynlarını edirlər. Burada onlar üçün müxtəlif softwarelərdən istifadə etmək üçün bir laboratoriya mövcuddur. Ondan sonra həmin o prototipləri çap etmək üçün ayrıca bir mexaniki hissələrin hazırlanması laboratoriyası mövcuddur. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanov çıxışında qeyd edib ki, agentlik ölkədə rəqəmsal transformasiya və innovasiya ekosisteminin genişləndirilməsinə xüsusi önəm verir. Fərid Osmanov belə bir mərkəzin məhz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaradılmasının təsadüfi olmadığını, 105 illik tarixi olan bu təhsil ocağının həm sənaye ilə əlaqələrin, həm də ekosistem baxımından çox zəngin olduğunu və bu səbəbdən layihənin gözləntilərin böyük olduğunu qeyd edib. Bu innovasiya mərkəzinin xüsusi özəlliyi məhz mühəndislik, mexanika mühəndisliyi və eyni zamanda proqram təminatının hazırlanması, kiber təhlükəsizlik istiqamətində olan, təhsil alan, tədris alan tələbələrin öz fəaliyyətini burada göstərə biləcəklər və eyni zamanda məhz hər hansı bir proqram təminatının hazırlanması, onun mexaniki elementlərinin
təmin edilməsi, prototipləşməsi və kiçik işlək məhsulların formalaşdırılması və bazara çıxışının təmin edilməsi istiqamətində bütün biznes proseslər və müvafiq ləvazimatlar bu innovasiya mərkəzində vardır. Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli çıxışında mərkəzin açılmasını yüksək qiymətləndirib. O, sənaye sahələrindən daxil olan tələblərə uyğun yeni innovativ layihələrin icrasının universitetlər üçün, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün mühüm imkanlar yaratdığını bildirib. Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklarla İş şöbəsinin müdiri Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin konsepsiyası və fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış edib. Daha sonra universitetin elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən dosent Elviz İsmailov universitetdə innovasiya ekosisteminin qurulması istiqamətində görülən işlər barədə geniş təqdimatla iştirakçılara məlumat verib. Tədbir çərçivəsində qonaqlar mərkəzdə fəaliyyət göstərən startap və innovativ layihələrlə də yaxından tanış olub və mövcud nümunələri yüksək qiymətləndiriblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika Kafedrasının tədqiqatçı müəllimi Vüsalə Cəfərova və universitetin müəllimi Xəyalə Həsənovanın həmmüəllifi olduqları elmi məqalə yüksək impakt faktorlu və kübir kvartilinə daxil olan Nanoscale jurnalında çap olunub. Məqalə təkqatlı karbon nanoborularında xirallığın artması və ümumi vəziyyətin sıxlığının cihaz səviyyəsində proqnozlaşdırılması, AB initio modelləşdirmə və maşın öyrənməsi çərçivəsinin sintezi adlanır. Tədqiqatda təkqatlı karbon nanoborularının elektron xüsusiyyətlərinin onların xirallıq indeksindən asılı olaraq necə dəyişdiyi araşdırılıb. Özbəkistan Respublikasının Daşkənd şəhərində QS Qlobal Rating Agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə QS Avrasiya forumu keçirilir. Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov forumda iştirak edirlər. QS Agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə reallaşan forum ali təhsil sistemində beynəlxalq inteqrasiya meyilləri, bilik iqtisadiyyatına keçid dövründə universitetlərin rolu və regional əməkdaşlığın genişləndirilməsi kimi mövzulara həsr olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov forumun əsas plenar sessiyasında geniş təqdimatla çıxış edib. Rektor qlobal əlaqələrin gücləndirilməsi, müasir universitet strategiyasının əsas prioritetidir mövzusunda etdiyi təqdimatda ali təhsildə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, qlobal əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və universitetlərin rəqabətliliyinin artırılmasına dair dünya təcrübəsini iştirakçılarla bölüşüb. O, həmçinin ali təhsil müəssisələrinin rəqəmsal transformasiya, enerji keçidi və innovasiya sahələrində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən dosent Elviz İsmailov ICPC fondu tərəfindən ICPC qlobal icması ilə nümunəvi əlaqə mükafatına layiq görülüb. Mükafat 31 avqust 4 sentyabr 2025-ci il tarixlərində Bakıda keçirilən ICPC 2025 tələbələr arasında beynəlxalq proqramlaşdırma müsabiqəsinin dünya finalının təşkilat komitəsinin qərarına əsasən verilib. Elviz İsmailov Azərbaycanın ICPC icmasının inkişafında və ölkə üzrə gənc istedadların təhsilində mühüm rol oynadığı, həmçinin yüksək peşəkarlığı və ali təhsildə göstərdiyi xidmətlərə görə təltif olunub. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.